Bir ayə oxuyum Qurandan, ata-ananın Allah tərəfindən tövsiyə olunmasıdır. Və qəza rabbukə, sənin Rəbbin vacib buyurur, hökm edir. Əllə ta'budu illa iyyah. Əmr edir ki, ondan başqasına pərəstiş eləmə, Allaha şərik qoşma. Nə canlı bütləri, nə cansız bütləri. Pərəstişdə Allahın şəriki yoxdur. Heç kəs Allaha şərik deyil. Pərəstiş yalnız Allahadır. Bəndəlik yalnız Allahadır. İnsan pərəstiş etməlidir Allahdan, başqasını etməməlidir, pərəstiş etməlidir yalnız Allaha. Bunu deyəndən sonra buyurur ki, və bil valideyni ihsanən, və valideynlərinizə yaxşılıq edin. Və Allahın hökmüdür. Təvhidlə də əlaqəlidir. Vaxt yoxdur açmağa. İkinci xütbədə adətən mən çox təhlilə vaxt ayırmaq istəmirəm. Çünki başlasaq onda gələ 1 saat danışım. Çox sıx əlaqəsi var. Təvhidlə valideynə yaxşılığın arasında əlaqə var. Ondan sonra buyurur ki, və imma yəbluğənnə indəkəl kibər əhəduhuma əv kilahuma fələ təqul ləhuma uffin. Buyurur ki, əgər yaşadıqları zaman, sən yaşadığın zaman, onlardan biri və yaxud hər ikisi həyatda olsa, onları incitmə və uf da demə, onlarla hörmətlə danış. Ağ valideyn o deyil, atasının üstünə qışqırsın. Ağ valideyn odur ki, atası buna acıqlansın nahaq yerə, haqsız yerə. Onu təhqir eləsin, ona ağır söz desin, bu da desin, və bu kifayətdir ki, adam olsun ağ valideyn. Və bu kifayətdir ki, insan cənnət üzü görməsin. Bu qədər kifayətdir. Bunu elə-belə düşünməyin. Yəni, bu bir məqamdır ki, insan buna gedib çatmalıdır. Hər bir insan çatmalıdır. Ufdan yüngül söz yoxdur. Quranda uf bir dəfə işlənib bu yerdədir. Valideyninize uf da deməyin. Üz turşudmayın. Hətta haqsız olsa belə, hətta dinsiz olsa belə, birinci xütbə ilə özünüz əlaqələndirin bu danışdığımı. وَحْفِزْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ deyir, onların qarşısında mehribanlıqla baş əy və قُلْ رَبِّ رْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا denən ki, onlar üçün dua edin, Allah onlara rəhm elə. Necə ki, mən kiçik idim, onlar məni böyütdülər. Görürsünüz, ana necə yerindən qaçır. Allah nə verib bu analara, atalara, valideynlərə? Adam valideyn olanda başa düşür. Acıqlansa da, üzdə qışqırsa da, çox vaxtı ata-ana kobud davransa da ürəyində sevgidən. İndi səhv eləyir, demirəm, səhvi səhvdir. Amma sənə aid deyil o. Sənin mövzun deyil o. Onun səhvliyi, düzlüyü sənə qalmayıb. Allahı bilər, özü bilər. Sənə aid olan mövzu deyil. İstəyirsən aqibətün xeyirli ola, mühüm dualardan biridir. Həzrəti Yusufin dilindəndir. Təvəffəni muslimən. Məni müsəlman olaraq öldür. Yusuf Peyğəmbər deyir. Görün, nə qədər məsələ mühümdir. Bilirsiniz, hansı kişilər, hansı adamlar olub ki, bir ömür din haqda danışıblar. Ruhani olub, axırda Allah inkar eləyib ölüb. Allah göstərməsin, adam qorxur. Mərcəy təqlid vardı, Ayətullah Qulpayqani. Mən ona vaxtı təqlid eləmişik bir vaxt. Danışır ki, mənim bir tələbə yoldaşım vardı, ruhani idi, bir yerdə dini fəaliyyət göstərirdi filan. Axırda deyir, bu ayrıldı, getdi başqa şəhərə, məktublaşırdıq, eşitdim bu xəstələnib, getdim, deyir, gördüm qibləyə uzadıblar, deyir, can verir. Deyir, axırıncı sözü bilsin oldu, bu ruhaninin ki, bununla həm bəhs olub, dərs oxuyublar. Axırıncı sözü bu oldu ki, Allah qədər heç kəs mənə zülm eləməyib indiyəcən. Mənim 2 dənə körpə uşağım var, həyatın ən dadlı vaxtında məni aparır. Bunu dedi, öldü. Bunu dedi, öldü. Heç kəs sığortalanmayıb, axırı necə olacaq, aqibəti necə olacaq. İstəyirsənsə, aqibətin xeyr olsun, ən gözəl yollarından biri ata-anaya xidmətdir. İstəyirsən, problemlərin həyatda az olsun, ən gözəl yollarından biri ata-anaya xidmətdir.
İstəyirsiniz həyatınızda bərəkət gəlsin, ruzu gəlsin, ata-anaya xidmət eləyin. Onun elə bərəkətləri var, mən sizə deyim. Necə ki, bir dənə mən hədis demişdim sizə ki, bəzi günahlar var, heç nə ilə yuyulmur. İmam Hüseynə göz yaşı tökəndə təmizlənir. Onu adam hiss eləyir. Görürsən ki, nəsə lap dərindən təmizləyir adamı. Məclisdən çıxanda hiss eləyirsən. Eləcə də deyir, elə bərəkətlər var ki, özünü öldür ibadətlə əldə eləməyəcəksən. Valideynə xidmət. Xidmət üçün fürsət axtarasan, belə yox. Xidmət üçün fürsət. Ürəkdən sevinə bir dəfə sənə dua eləyə, onun bərəkətini dirəsinə verməyəcək, heç nə. Dinsizdir, dua eləmir, tutaq ki, Allah eləməsin. Allaha deyin ki, yenə də şaddır, o şadlıq halı var valideynin ürəyində. Onun bərəkəti həyatıva gələcək. Bir dənə səmimi duasını qazan. Görün, həyatınız necə dəyişir. Ümumiyyətlə, mən sizə bir söz deyim. Problemə çox düşəndə birinci gedin fikrinizi deyir, səbəb axtarırıq. Birinci olaraq aparın valideynə ki, nəsə orada, nəsə bəlkə düz eləməmişəm. Problemi haqda düşünəndə birinci o mövzudan başlayın. Əllamə Bəhaəddin deyirdi ki, kim həyatdan nə əldə edibsə, görmədim elə bir adam ki, nəsə əldə eləsin valideynin duasından başqa yolla. Və kim süqut eləyibsə, valideyn ondan narazı olub. Gəlir alimin yanına İsfahanından deyir ki, ruzum kəsilib. Getdim Arifin yanına, zikir verdi, xeyri yoxdur. Dedi ki, nəsə haqqın nas var boynunda? Dedi, yox valla, and içərəm ki, heç kəsin haqqı yoxdur boynumda. Hər şeyi dəqiq eləmişəm. Ata-anamdan nəsə narazılıq, səndən narazılıq olan var? Dedi, yox, mən belə bir. Dedi, yaxşı fikirləş. Dedi, biraz fikirləşdi, dedi, hə, bir dəfə anamla həyat yoldaşım mübahisə eləyirdi, deyir. Anam haqsız idi, deyir. Haqsız idi, danışanda mən dedim, ana, da belə olmaz da, bir dənə bunu dedim. Sonra da deyir, üzr istədim. Deyirəm, odur, düyünün səbəbi odur ki, ruzun kəsilib, heç nə də eləyənməyəcəksən, xeyli yoxdur. Onu get razı sal. Deyir, getdim əlindən, ayağından öpdüm. Ondan sonra dedim, məni bağışla, deyir, indi bağışladım. Deyir, sən həyat yoldaşın yanında ki, mən onu dedin, mənim ürəyim ağladı, deyir. Düyünlənmiş ürəyində nə vaxt. Ağladı, deyir, ondan sonra bağışladı. Xüsusilə 2 nəfər haqqı boynunda olan adam arasında mübahisə olanda diqqətli olun. Birinin yanında birini xarab eləməyin. Sözü, orada çox incə gərək davransın insan. Kim dua eləyir, qəbul olmursa, birinci baxsın ki, ata ya ana, pis ata ya, mən heç pis ata sözünü, pis ana sözünü işlətmək istəmirəm. İnşallah ki, belə ata-analarımız çox azdır. Pislə ata-ana sözü yan-yana işlənməsi düz deyil. İndi olur da bəzən, eləsi də olursa, hər bir halda dua qəbul olmamağın əsas səbəblərindən biri ata-ananın narazılığı olur. Allahümmə əğfir liyəz-zunubəlləti təhbisud dua. İlahi, o günahlarımı bağışla ki, dualarımı həbs edir, duaları həbs edir. Qəlbində narahatçılıq varsa, mütləq problemə düşəcəksən, mütləq. Qəlbindən, o ki, qala hələ bəddua eləyə, qarğış eləyə. Ata-analardan da xahiş eləyərdim ki, qarğış eləməsinlər, xüsusən atalar. Analar emosional olur, bəzən dildə deyir ki, tikə-tikə olasan, sağ gəlməyəsən, neynəməyəsən deyir, amma soruşsan ki, doğrudan tikə-tikə olsun, deyər yox. Elə həmin məqamda da deyər yox, amma deyir də indi qadındır. Amma kişi xüsusilə, ata xüsusilə diqqətli olmalıdır bu məsələdə. Bir-iki dənə bu elə alimlərin həyatından da bir alim var Mövləvi adında. Deyir, bir adam gəldi yanına, dedi ki, mənim qoca yaşımda artıq yaşlaşıram, övladım olmayıb. Deyir, getdim övlad olmaq üçün dua aldım. Bilməm, o alimin adını unutmuşam. Ondan soruşdum, deyir, mənə dedi, nə qədər deyirəm, xeyri yoxdur. Deyir, əvvəl buna təsəlli verdi, dedi ki, o tərəfdə inşallah əvəzini verərlər, filan. Deyir, bu gedəndən sonra dedi ki, atasının bədduasıdır, atasını narahat edib, deyib, Allah nəsli kəssin, kökün kəsilsin, deyib. Öz atası o övlad üçündür. Kökün kəsilsin, deyib, vəssalam, deyir, heç kəsin zikri kömək eləməyəcək. Peyğəmbər də deyə, zikr öyrədə, zikirlə düzəlməyəcək, xeyri yoxdur.
Hacı İsmail Dulabi var diye gördüm ki bir nəfər var, çox zəngindir. Bazarda qıtlıq olsun, dollar qalxsın, düşsün, bunun elə ruzusu artır ki, azalmır. Deyir, mən maraqlandım, görüm bu nə əməl sahibidir, ruzunun da bir səbəbi var. Deyir, danışdırdım onu, baxırdım da ki, belə də çox belə nə müstəhəb falan əhlidə deyil bu adam. Vacib namazını qılaya, qılmaya. Deyirdim, atan-anam var, dedi, bəli. Atam deyir, neçə ildir dünyadan köçüb, anam var. Anamın xidmətindəyəm, ayda da bir dəfə deyir, atamın qəbrinə gedib, oturub bir surə oxuyub hədiyyə edirəm. Neçə vaxtı bunu tərk eləmirəm. Deyir, mən başa düşdüm bundan da, istədim deyəm ki, həftədə bir dəfə geçsin, laf çoxalacaq ruzun. Sonra qorxdum ki, bəlkə də çoxalar ziyanlı olar da heç nə demədim. Elə qoy bu qədər sibəsidir. Yəni, hər bir şeyə təsir göstərər və xüsusilə də aqibət bir xeyr olmağa. Mən bunu sizə xüsusilə Qədir gecəsində danışmışam. Bu mötəbər hadisədir. Peyğəmbərin həyatından deyir, Peyğəmbər sallallahu gəlir, görür, bir cavan can verir, son nəfəsləridir, dili tutulub. Tohid kəlməsini demir, nə qədər təlqin elirlər demir. Allah demək istəyir, la ilahe illallah demək istəyir, deyə bilmir, dili tutulub. Peyğəmbər özü təlqin edir, xeyri yoxdur. Peyğəmbər buyurdu ki, bunun ya atası ya anası bundan narazıdır, dəqiq. Anası sağdır, bəli. Anasını çağırır, deyir ki, ana, bu uşağı mənə bağışla. Ana deyir, dolur, ağlaya-ağlaya deyir ki, yox, ya Rasulallah, mən bağışlaya bilmirəm onu. Deyir, axı, nə olub, nə baş verib? Deyir, mənə əl qaldırıb, məni vurub. Və vurub mənim ürəyim onunla barışmır. Nə qədər eləyirəm, barışmır. Deyir, Peyğəmbər gör Peyğəmbər nə qədər rəhmət Peyğəmbəridir. Dəmiri qızdırırlar, od qalırlar, deyir ki, onda yandıracam oğlumu. Odu deyir, yaxınlaşdırırlar balasına, od yaxınlaşanda ana ağlaya-ağlaya deyir ki, eləməyin, razı deyiləm əziyyət çəkməyinə. Neynəmişdirsə bağışlayıram, halal xoş olsun. Deyir, elə o anda ki, ana riqqətə gəlir, bağışlayır, yazır ki, dil açılır və la ilahe illallah kəlməsini deyir. Sonra oğlan danışır ki, nə görürdü başının üstündə, nə mənzərə var da, vaxt uzalmaq istəmirəm. Dili açılır və şəhadət gətirir, aqibət bir xeyirli ilə dünyasını dəyişir. Allah valideynlərimizin qədrini bilməyə, onlara xidmət eləməyə bizi müvəffəq eləsin. Bu dua təkcə gənclərə aid deyil, yaşlı adamlar da var, valideynləri dünyadan köçüb. Onlar xahiş edirəm dualarında onları unutmasın. Surədən, salavatdan nə bacarsalar, qəbr üstə gedə bilirlər, getsinlər, əməllərindən hədiyyə eləsinlər ki, onlar orada yaşlı da olsa, onun övladı da onu dua eləyəcək. O dua da onun həyatına hansı yaşda olursa olsun bərəkət gətirəcək. Ona görə də Allah bizi valideynlərimizə xidmətçi qərar versin inşallah.